Gedirəm Sumqayıta rəfiqəmlə görüşməyə. Uzun müddətdir görüşmürdük. Mən evlənən uşaqlarla başım qarışıq olur. O da işləyir deyə alındıra bilmirdik. Axır ki bugünə qismət imiş, bugünə nəsib imiş. Sağ-salamat inşallah Allahın izni ilə gedim çatırım. Görək günümüz necə keçəcək. Öndəki Başka insanlarda yetledi. Halanın da ailesine girersen, orada ben saklayıp girerken signal vereceğim. Şimdi ondan şey çekmek istedi video. Bugünün hayallerini kuruyordum. Dedim ne abi, ne de o. Hiç neyse. Yani 52 mağaza ne bir şey olmuş. Bu sayı ne? 50 idi. Alo. Sağ ol. Uşumda belə söhbətlər, sən bilirsən, indi bu. Uşumki biraz, ne bileyim, pis olur. Bilmirəm, aslında. Düzəldə bilərəm, bacara bilərəm, eləyə bilərəm, proseslərəm. Amma bir şeyi bacarıb orada nəticə əldə edib, məsəl üçün satacaqsansa, hansısa bir mal zəfin onu satın. Oradan gəlir əldə edə bilərəmmi? Bunu bilirəm. Və bu şeylərə hələ qorxuram da, risk eləyəm. Məsələn, bir neçə müddət fikirləşirəm ki, şəkillər çəkim, satın, tabloda, belə bir şeylə məşğul olum. Çünki sevirəm şəkilləri əslində. Həqiqətən çox xoşum gəlir. Yəni, tablo işləmək sevirəm. Sərgilərə zada girdi. Tutuldu. Sərgilər. Sərgilərdə də deyəndə də realində iş olsun ki, sərgiyə edirəsən də, sən də gedəsən, qoyasan, sərgiyə başlaşmışsın. Orada sərgiyə. Onlar da baxacaq. Niyə də yox ki, başa Amma məsələn, bax, fikirləşirəm ki, məsələn, dizayn işləyirəm, mən öz peşəmizdə ən sevdiyim iş oldu. Yəni, mən uşaqlıqdan özüm bilirsən də tanıyırsan. Yəni, demişəm ki, mən dizayner olacam, gəlib olmuşam da, təhsilini də almışam, hər şey yaxşı. Amma ondan sonra müştərin yoxdur. Nə edirsən, elə tutuldura bilirsən. Ya müştəri gəlir, işin yarısında qoyub gedir. Halbuki hər şeyi bəyənir ha, yəni bir var deyim, bəyənmədir. Bir də var ki, hər şey əladır. Ya işi gördürüb bunu vermir. O belə şeylər baş verir də. Vöyn söhbəti də deyil. Yəni, sabah vöyn belə açdırsan, yəni bu, baxıram ki, olacağı yoxdur da, başa düşdün. Adam başlayırsan bir yerdə həvəsin qırılır da. Uzun müddətdə görürəm ki, yox da, mən əziyyət çəkirəndə belə. Sən adama pis təsir eləyir. Psikologda pis təsir eləyir. O bir oxumusan, o da İndi o bir işləri də fikirləşirəm ki, əgər mən bunu tutura bilməm, mən harada səhv eləyirəm? Özümə suallar verirəm. Fikirləşirəm ki, yoxsa sevdə səhv eləməm. Yoxsa müştəri ilə danışıram. Qiymət söhbət eləyirik, razılaşırıq qiymətləndə. Okey, nə bilim 5 dediyim də olur, baxır müştəriyə də 10 dediyim də olur, 15 dediyim də olur. Amma yəni istəyir ucuz olsun, istəyir baha olsun, o məndən razılaşmışsa, o da razılaşır. Yarımçıq qoyub aldadıb gedəcəksə, harada da səydələşdirək, gəlib qabağımda. Sən onu çəkirsən, nə olur? Yəni nəyi mən sevirsən? Heç mən düşünməmişəm də o qədərini. Nəyi sevirəm? Mən üçün daşdan yumuşaq nə varsa yeyirəm. Düzdür, ürəyim getmədiyi yeməklər var. Məsələn, badımcan yeməklərini ölmürəm də. Amma bəzən belə xoşlayıram.
kabab sevirəm belə badımcan yemək. Amma məsələn badımcanı doğrayıb çıxartmaq idman edirləri, onu sevmirəm. Amma yemək olaraq, yəni Allah bir şey var, kava var, kava gibi. Onun belə bir var, ancaq qalxır yarpağı, 3-4 dənə yarpağı olur. Bir də var məndə belə yayılanlardır. Gülü amma özü uzanır, qalxır. Alanda güllə almışdım. İldə deyildi, baxsır, yəni sevmirəm. Hələ ki gülü yoxdur, amma varımdır. Sonra yarpağı termifasyon böyle gül var. Yarpaqdır, termifasyon, yaşıllı termifli. O yapanlar var. Onu da hələ bilmirəm, axırına olacaq. Kimsə də yoxdur ya, ataq. Tərpənsin. Çiçmə dolmadı.